Fransa niyə inkişaf edir? Çünki onun ən böyük sərkərdəsi Napolyon Bonaparte vəsiyyət etmişdi ki, öləndə məni müəllimimin ayaqları altında dəfn edin. Atatürk demişdi ki, müəllimin maaşı nazirlərin maaşından üstün olmalıdır. Ona görə də o dövlətlərdə elm, təhsil inkişafdadır. Daha bizdəki kimi müəllimi güllələmirlər. O qədər ucuzlaşdırdıq ki, bu müəllim adını. Az qala müəllimi cəmiyyətin düşməni o qədər elan etdik ki, bax, bu da son. Şagird müəllimi düşmən bilib, atəş açır. Bəşəri faciədir bu hadisə. O oğlanın əlinə silahı biz vermişik. O tətik çalan barmaqlar bizim barmaqlardır, o uşağın yox. Bir şeyin fərqinə varaq ki, 10-cu sinif şagirdinin müəllimini güllələməsi təkcə cinayət deyil. Dediyim kimi, bəşəriyyətin faciəsidir. Müəllimə atılan güllə bəşəriyyətə atılıb. Müəllimə atılan güllə Azərbaycanın elminə, inkişafına, sabahına atılıb. O güllə bir lisey müəlliminə yox, Azərbaycanın sabahına, gələcəyinə atılıb.